Salam əziz izləyicilər, bugün sizlərlə bərabər daha bir monitoring tipli sınağın izahına baxırıq. İlk sualımızla başlayaq. Müxtəlif temperaturlu A, B və C cisimlərinin bir-birinə toxundurulduğu deyilir və cisimlərin birindən digərinə istiliyin ötürülməsi şəkildə göstərilmişdir. Bu cisimlərdən hansının temperaturu ən çox imiş? Gəlin istiliyin ötürülmə sxeminə baxaq. B-dən A-ya ötürülüb istilik, deməli B-dəki temperatur A-dakı temperaturdan böyükdür. B-dən C-yə temperatur ötürülübsə, deməli B-dəki temperatur həmçinin C-dəki temperaturdan da çoxdur. Burada ən böyük temperatur B-dədir. Ona görə də cavab olacaq B variantı. Daha sonra cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətləndirilmiş düz xətt parçası bilirik ki, yer dəyişmə adlanır. Radiusu R olan polad kürənin sıxlığı ρ-dursa, radiusu 5R olan polad kürənin sıxlığı nə qədərdir? Bizə birinci və ikinci halda eyni bir material verildiyi üçün bərk cismin sıxlığı onun material növündən asılıdır. Material eyni olduğuna görə sıxlıq da eyni olmalıdır, ölçüdən asılı olmayaraq. Deməli, sıxlıq birinci polad kürədə ρ-dursa, ikinci polad kürədə də elə ρ qədər olmalıdır. 2 müsbət və 2 mənfi yükdən ibarət olan elektrik yükləri sistemində neçə cüt cəzb etmə qüvvəsi var? Biz əvvəlcə bilməliyik ki, cəzb etmə müsbət və mənfi yüklər, yəni iki fərqli adlı yük arasında olur. İndi bizə 2 müsbət və 2 mənfi yük verilir. Bu sistemdə neçə cüt cəzb etmə olduğunu biz hesablamalıyıq. Əvvəlcədən qeyd etdiyim kimi cəzb etmə fərqli yüklər arasında, fərqli işarəli yüklər arasında olmalıdır. Onda birinci cəzb etmə bu iki yük arasında olsun. İkinci cəzb etmə bu iki yük arasında, yəni bu iki mənfi müsbət arasında. Üçüncü cüt cəzb etmə bu müsbətlə bu mənfi və dördüncü cüt cəzb etmə bu müsbətlə bu mənfi arasında olacaq. Deməli, burada 4 cüt cəzb etmə qüvvəsi var. Kütləsi 300 qram olan alma suyun səthində üzür, ona təsir edən Arximед qüvvəsini hesablamalıyıq. Arximed qüvvəsinin üzmə halında ağırlıq qüvvəsini tarazlaşdırdığını bilirik. Buna görə də mc-yə bərabər götürəcəm. 0,3 kiloqram almanın kütləsi vur r10, bu da edər 3 Newton, yəni C variantı. 5 kiloqram kütləsi olan torba yerdən aya aparılarsa, onun kütləsi və təsir edən ağırlıq qüvvəsi necə dəyişər? Kütləsi əlbəttə ki, dəyişməz, çünki eyni torbadır. Kütlə dəyişməz. Ağırlıq qüvvəsinin üçünsə biz F ağırlıq bərabər M vurulsun J yazsaq, yerdəki ağırlıq qüvvəsinin qiyməti 9,8-dirsə, ayda 1,6-dır. Yəni, aya çıxdıqca J-nin qiyməti azalır. J-nin qiyməti azalırsa, ayda J-nin qiyməti daha azdırsa, ağırlıq qüvvəsində qiyməti azalmalıdır. Amma kütlə dəyişə bilməz. Daha sonra 57. Verilən şəraitdə ölçüləri nəzərə alınmayan cisim bildiyimiz kimi maddi nöqtə adlanır. 1 amper cəryan şiddətində naqilin ən kəsiyindən 1 saniyədə keçən yükə nə deyilir? Q bərabərdir I vur T ifadəmizdən yükün vahidi bilirik ki 1 kulondur. 1 amper cəryan şiddəti və 1 saniyə zaman ərzində naqilin ən kəsiyindən keçən yük miqdarını bildirir. Deməli, 1 kulon bizim doğru cavabımız olmalıdır. Əyri xətli hərəkətdə gedilən yol və yer dəyişmə vektorunun modulu arasında hansı münasibət var? Bilirik ki, əyri xətli hərəkətdə gedilən yol yer dəyişmədən, yer dəyişmənin modulundan daha böyük olmalıdır. Düz xətli hərəkətdə isə düz xətli bir istiqamətli hərəkətdə bunlar bərabər. Düz xətli hərəkət edib hərəkət istiqaməti dəyişərsə, o zaman gedilən yol yer dəyişmədən yenə də böyük olacaq. Bizə əyri xətli hərəkət deyirsə, artıq birbaşa yolu yer dəyişmədən böyük götürməliyik. Daha sonra 60-cı suala baxaq. Elektrik yükü mənfi Y olan damcı özünə 3 elektron birləşdirdi. Damcının yükü nə qədər oldu? Əvvəlcə bizdə mənfi 5Y var idi. Daha sonra əlavə etmişik, yəni birləşdirmişik 3 elektron. Elektron da mənfi yükę malik olduğuna görə, deməli mənfi 3Y də əlavə olunub. Onda burada yük olmalıdır mənfi 8Y, yəni mənfi 5 ilə mənfi 3-ü cəmlədiyimiz zaman mənfi 8 edir. Onda deməli damcının son yükü mənfi 8 olacaqdır. 61-ci suala baxaq. 90 km bölünsün saat sürəti metr böl saniyə ilə ifadə edin. 90 km bölünsün saat
bərabər neçə metr bölünsün saniyə? Bu sualı həll etmək üçün yazıram ki, 1 kilometr bilirik ki 1000 metrdir. Ona görə sürətdən 1000 yazaq. 1 saatımız isə 3600 saniyə olduğuna görə aşağıda 3600 yazırıq. Əvvəlcədən qeyd edək ki, burada 3600-də 1000 kəsri ixtisar olunarsa, yəni sadələşdirilərsə 18-də 5 alınacaq. Ona görə də kilometr böl saatdan metr böl saniyəyə keçidlər zamanı verilən bu 90-ı, məsələn 90 veriblərsə 90-ı birbaşa 18-də 5-ə vursaz kifayətdir. Və 90-ı vururam onda 18-də 5-ə. Bunlar getsə burada qalır 5. 5-i də 5-ə vuranda 25 metr bölünsün saniyə C variantı olacaq. Maddənin hansı hal həcmini saxlayır, amma formasını saxlaya bilmir. Formasını saxlamır, həcmini saxlayır. Əlbəttə ki, mayelər. Bilirik ki, mayeni hansı qaba əlavə eləsək, həmin qabın formasını alır. Aşağıdakılardan hansı maddənin fiziki xassəsinə aid deyil? Elektrik keçiriciliyi, qaynama temperaturu, sıxlıq, bunlar fiziki xassələrdir. Paslanma qabiliyyəti isə kimyəvi xassədir. Onda paslanma özü ümumiyyətlə kimyəvi prosesdir, bilirik ki, onda paslanma qabiliyyəti də kimyəvi xassəyə aid olunmalıdır. Maddənin daşınması, şüalanma, konveksiya, istilik keçirtmə, bunlardan konveksiya növündə bilirik ki, baş verir. İstilik vermənin konveksiya növündə maddə daşınması olur. Su səthində üzən mis kürə kerosinə keçirilir. Kürə hər iki mayedə üzmə vəziyyətində qalır. Bu zaman kürəyə təsir edən Arximed qüvvəsi necə dəyişir? Qeyd etdiyimiz kimi üzmə halında Arximed qüvvəsi ağırlıq qüvvəsini tarazlaşdırır. Birinci və ikinci halda eyni mis kürədən danışdığımız üçün ağırlıq qüvvəsi dəyişmir. Onda Arximed qüvvəsi də dəyişə bilməz. Daha sonra 66-da 1 saat ərzində insanın ürəyi neçə litr qan vurur? Bu sualın şərtində gəlin biraz dəyişiklik edək. Biz 1 dəqiqədə insan ürəyində neçə litr qan vurulduğunu yazaq. Deyək ki, məsələn, 1 dəqiqədə təqribi 3,5 litr qan vurulur. Onda 1 saat ərzində sizə gələndə bu sualın şərti dəyişdirilmiş olacaq. 1 saat ərzində ürək neçə litr qan vurar? Bunu hesablamalıyıq. 1 saatımız bilirik ki, 60 dəqiqədən ibarətdir. Əgər 1 dəqiqədə 3,5 litr qan vurulursa, 60 vurulsun 3,5 yazmalıyıq onda. 60-ı da 3,5-ə vuranda 210 litr qan etmiş olacaq. Cavab olar A variantı. Daha sonra digər sualımıza keçək. Bəzi patogenlər yalnız canlı hüceyrə daxilində çoxala bilir və hüceyrədən kənarda aktiv deyil. Bu xüsusiyyət hansı qrupa aiddir? Əlbəttə ki, viruslara. Viruslar biz qeyd etmişdik ki, sadəcə hüceyrə daxilində yaşaya bilən qrupa daxildir. Keçən sınavlarda da buna bənzər bir sual təqdim olunmuşdu. 68. Bir insan qaçmağa başlayanda nəbzi 90-dan 140-a qədər qalxır. Bunun əsas səbəbi nədir? Qaçmağa başlayanda hüceyrələrin oksigen tələbatı artır və ürək daha sürətli qan vurur və əlbəttə ki, bu da nəbzin daha yüksək olmasını təmin edir. Cavab olar B variantı. 69. Aşağıdakılardan hansı bitki xəstəliklərinin yayılmasında birbaşa vasitəçi deyil? Bitki xəstəliklərinin yayılmasında birbaşa vasitəçi deyil. Əlbəttə ki, günəş şüası, həşəratlar, su, külək bu xəstəliklərin yayılmasında iştirak edir. Bir bitkidə yarpaq səthində ağ tozvari örtük, sonradan isə quruma müşahidə olunur. Bu əlamətlər hansı patogen üçün daha xarakterikdir? Ağ tozvari örtük, sonradan isə quruma. Bu göbələk əlamətidir. Cavab C variantı olacaq. Əgər venalarda qapaqlar olmasaydı, nə baş verərdi? Əlbəttə ki, qan dövranı pozulardı, yəni qan geri axar və dövran pozulmuş olardı. 72. Bitkilərdə virus xəstəliklərini digər patogenlərdən fərqləndirən əsas əlamət hansıdır? Bizə virus xəstəlikləri lazımdır. Virus xəstəliklərini digər patogenlərdən fərqləndirən əsas əlamət yarpaq deformasiyasının və mozaik rənglənmənin olmasıdır. 73-cü sualımıza baxaq.
Aşağıdakilərdən hansı xəstəliklərin profilaktikasında ən effektiv ümumi tədbir hesab olunur? Əlbəttə ki, dezinfeksiya əməliyyatları və sağlam materialdan istifadə. 74-cü sualımıza baxaq. Oksigenin orqanizmində düzgün hərəkət ardıcıllığı hansıdır? Oksigen əvvəlcə ağciyərlərimizə daxil olur, buradan qana keçir, ürək və ürəkdən də damarlar vasitəsilə hüceyrələrə daşınır. Deməli, 74-cü sualda cavabımız B variantı olmalıdır. 75. Niyə sol mədəciyin divarı daha qalındır? Sol mədəcik qanı bədənə vurduğuna görə, qanı bədənə yüksək təzyiqlə vurduğu üçün sol mədəciyin divarları daha qalın olur. Deməli, bu sualın da doğru cavabı C variantı olacaq. Bugünkü izahımız da bu qədər. Sağ olun, gələn izahlarda görüşərik.